Göz zəifliyi üçün ekzimer lazer əməliyyatı oldunuz. Bəs indi nələr etmək olmaz? Gəlin o barədə danışaq. Öncəliklə ən önəmli hal infeksiya düşməsidir. Ona görə ilk 3 gün ərzində gözünüzə su girməyini istəmirik. Boyundan aşağı yuyuna bilərsiniz, saçlarınızı arxaya doğru yuya bilərsiniz. Yetər ki, gözünüzün içinə su girməsin. 3 gündən sonra sərbəstdir. Amma dəniz, hovuz kimi fəaliyyətlər 3 həftə sonra icazə verilir. Çünki onlarda infeksiya keçmə ehtimalı hələ də var. Çox diqqətli olmaq lazımdır. 3 həftə sonra yavaş-yavaş artıq makiyajınızı edə bilərsiniz. Oxalamaq 1 ay boyunca olmaz. İdmanla məşğul olmaq, yəni ki, bəzən mən eşidirəm 1 ay, 2 ay, 3 ay idmanla məşğul olmaq qadağaları kimi qələmə verilir. Xeyr, adətən əməliyyatdan 1 həftə sonra biz icazə veririk normal idman fəaliyyəti ilə məşğul olsun. Amma kontakt sportlar, əlbəttə ki, boks və ya yaxın kontakt döyüşlərdə 1 ay sonra ancaq icazə verilir.